Məhdəviyyət mədəniyyəti gələcəyə ümid bəxş eləyir. Yəni insan bir növ ümidlə yaşayır. Bəli, insan o zaman, belə desək, qüvvədən, gücdən düşər ki, o zaman ki, ümidini itirsə. Hətta kərimən baxsaq, Allah Taala orada buyurur ki, ayədə buyurur, Zümər surəsində buyurur ki, وَلَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ Allahın rəhmətindən naümid olmayın, ümidsiz olmayın. Yəni Allah günahları bağışlayandır. İnsan o zaman dayaqsız olur, insan o zaman gücsüz olur ki, o zaman ki, ümidini itirər. Və bu günləri bizim məhdəviyyət mövzumuzda bizim bir ümidimiz var, ümid işığımız var. Bu ümid işığımız bizim bəqiyyətullahdır. Bu ümid işığımız bizim İmam Sahib-ül Əsr və Zamandır. Və biz bu cür etiqad edirik ki, Allahın izni ilə, Allahın gücü və qüdrəti ilə inşallah ki, yer üzü ki, Quran ayələrinə biz baxsaq görərik ki, zülmlə, haqsızlıqla, ədalətsizliklə dolduğu zaman elə bir zamanda ağaz zuhur edəcək ki, yer üzünü haqq və ədalətlə dolduracaq. Yer üzünü nurani qərar verəcək. Bu nöqteyi nəzərdən məhdəviyyətdə gələcəyə ümid xüsusi önəm verir. Çünki onun əsas mahiyyəti zülmün və haqsızlığın müvəqqəti olduğunu, nəhayətdə haqqın qalib gəlmə nədir? İnanmaqdır. Bu düşüncə insanı ümidsizlikdən, insanı çarəsizlikdən çıxardır. İnsana bir növ stimul verir, insana bir növ güc verir, mənəvi güc verir. İnsanı bir növ Əhl-i Beytlə bağlılığını və digər 11 imamla, Həzrəti Əli ibn Əbi Talib əleyhissalamdan tutmuş 11 imamla bağlılığını daha da möhkəmləndirir. Və biz bu düşüncədəyik. Və nəinki biz baxsaq Kərimdə Allah Teala buyurur bütünanı. Yəni bugün bütün dünya insanlarının gözlədiyi bir xilas edici var. Bir qurtarıcı var. Və bizim bu düşüncəmiz bundan ibarətdir. Və bizim gəldiyimiz qənaət budur ki, bu qurtarıcı məhz Ali Muhammedin, Həzrəti Muhammedin sallallahu aleyhi və aleyhi və səlləmin nəslindən, soyundan olacaq bir şəxs olmalıdır. Və bu cürlə də olacaq. Bu nöqteyi nəzərdə məhdəviyyət mədəniyyəti intizar yalnız gözləmək deyil. Yəni biz bu mədəniyyətdən danışırıqsa, bu təkcə gözləmək deyil. Gözləməklə yanaşı, bununla yanaşı insan əməl də eləyir. İnsan əməllərinə diqqət edir. Yəni mən əlimi əlimin üzərinə qoyum, bundan müntəzirlik olmaz. Mən əlimi əlimin üzərinə qoyum deyim, ağa İmam Zaman gəlib hər bir şeyi yerində bərqərar edəcək, ədaləti dolduracaq və s. ilaxır. Bununla iş gedməz. Mən müntəzir olmağımla yanaşı həmçinin iş də görməliyəm. Hazırlıqlı olmalıyam. Hər bir cəhətdir. Çalışdığımız qədər. Nə üçün? İmama layiqli olanlardan olmaq. Evet. Hacı, əslində verdiyiniz cavabdan dolayı Allah sizdən razı olsun. Verdiyiniz cavab növbəti sualın bir müqəddiməsini qoyur. Yəni qeyd elədiniz ki, yəni İmam Zamanın Əlcəlallahu Fərəcəh Şərifin intizarı üçün təkcə oturub gözləmək kifayət deyil. Burada bir növ əməli xidmət də zəruridir. Növbəti sual da bundan ibarətdir ki, məhdəvi ümidlə adi nişbirliyi arasında fərq nədir? Ziyarda qarşı nişbirlik adətən budur ki, insanın